Salam, xoş gördük dostlar. Deməli bir neçə gün bundan öncə Amerika prezidenti Donald Trump Venezuela prezidentini Venezuela'dan qaçırandan sonra Amerikalı bir ekspert belə bir şey paylaşmışdı ki, Azərbaycan da hazır olsun. Mən buradan birbaşa Donald Trump'a səslənirəm. Sən Azərbaycan prezidentini tək görməmisən. Azərbaycan prezidenti qətiyyən səndən qorxmur. Azərbaycan prezidenti bütün ordusuyla bərabər, bütün başının dəstəsi ilə bərabər sənin gəlişini gözləyir, hazırdır və şəxsən mən buradan Azərbaycan prezidentinin adından Donald Trump'ın özünə səslənirəm. Biz səndən qorxmuruq, biz hər zaman hazırıq, sənin gəlişini gözləyirik. Baxmayaraq ki, Azərbaycanın sərhədləri bağlıdır, sən hava sərhəddi ilə də gələ bilərsən və sən elə bilmə ki, biz 4 dənə erməni terrorçusunu Ermənistana səndən qorxduğumuz üçün təhvil vermişik. Qətiyyən belə bir şey ağılına gəlməsin. Biz, yəni şəxsən İlham Əliyev səndən qorxmur, hər zaman sənin gəlişini gözləyir.